Mən biraz əvvəl də danışdı. Çarukyanın, Köçəryanın, bunların nə qədər təsir imkanları var, seçilmək, belə deyək, üstünlük varmı belə, seçilə bilərlərmi parlamentdə, səs üstünlüyü qazana bilərlərmi, qazanarlarsa bu nə demək olacaq Ermənistan üçün? Çünki onlar əgər bir üstünlük qazanarlarsa, gələcəkdə Paşinyanın vermiş olduğu qərarlara da təsir etmək iqtidarında gücündə olacaqlar. Bu nöqteyi nəzərdən onların şansı nə qədər çoxdur? Deməli, sizin sualınıza keçməmişdən qabaq bir məsələni də deyim, bayaq ki, müzakirə kontekstində. Bilirsiniz, Rusiyanın və istənilən bir ölkənin, mən bunu açıq deyim, bir ölkənin daxili işinə bu qədər kobud şəkildə qarışması hər zaman əks effekt veribdir. Ona görə də bu hansı millət olmanına asılı olmayaraq, əgər kimisə tərəvəzlə, meyvə ilə qorxudursansa, hər kimisi təbii qazı azaldacam, çoxalacam deyirsənsə, sırf insan psixologiyası anlayışı var. Nə qədər də ki olsa insanın, hər bir insanın bir mənliyi var. Ona təsir edir, toxunur. Ona görə də Rusiyanın politologları, daha doğrusu bu işin həyata keçirilməsində iştirak edən texnoloqlar, siyasi texnoloqları, məncə bu məsələdə çox belə qaba güc tətbiq edirlər və bu da əks effekt verəcək. Ona görə də bu barədə şəxsən mənim bir şübhəm yoxdur. Bu gücü əslində Vladimir Putin də təsdiq edir. Bir məqama da toxunmaq istəyirdim. Sizin bu fikriniz çox önəmli idi, çox maraqlı idi. Əslində yanaşma tərzi də prinsipi etibarilə bu qəbildən olan müdaxilə proseslərinin biz əks effekt verdiyinin açıq şəkildə şahidi olmaqdayıq. Yəni, nəticə etibarilə Rusiyanın ənənəvi bir texnologiyası var idi. Bu təkcə Cənubi Qafqaza qarşı deyil, bütövlükdə postsovet məkanına, Sovet dövründə isə digər ölkələrə münasibətdə deməli, istifadə olunurdu. O cümlədən Əfqanistan kampaniyasında istifadə olunub. Bunlar faktiki olaraq belə bir mənzərə formalaşdırmaq istəyirdilər ki, əgər hər hansı bir situasiyada Rusiya kəskin qərar qəbul edirsə konkret bir ölkəyə qarşı və deməli həmin ölkənin hakimiyyəti bunda günahkardır. Bu texnologiya uzun müddət Rusiya tərəfindən istifadə olunur, amma indi effekt vermir. İndi artıq hədəf bəllidir. İndi artıq hər kəs bilir ki, Rusiyanın məqsədi nədən ibarətdir, nə üçün bu siyasət həyata keçir və təzyiq də əslində müstəqilliyə bərabər olan bir təzyiq vasitəsidir. Hətta Rusiya deyir ki, Ermənistanı Ukraynanın taleyi də gözləyir. Təbii o Vladimir Putinin dilindən verilmiş ultimatumlardır bunlar. Tarixdə hadisələr heç vaxt eyni şəkildə, eyni kontekstdə, eyni şəraitdə təkrar olunmur. O, müxtəlif formlarda, müxtəlif şəraitdə dəyişə bilir. Elçin mənim o məsələni çox doğru qeyd etdi. Bilirsiniz, mən Rusiyanı burada hədəfə götürmək fikrindən uzaqam, amma istənilən bir ölkə, hər hansı bir cəmiyyətdə nəsə yaradıcı bir şey təqdim etməsə, məsələn, Marco Rubio gəldi, Zvartnus aeroportunda müqavilə imzaladı. TRIP-lə bağlı strateji tərəfdaşlıq haqqında əməkdaşlıq genişləndirdi. Məsələn, Ermənistan nəsə təklif elədi də. Dedi ki, bax, TRIP bizim üçün strateji əhəmiyyətli, o fərq vəsailə. Avropa İttifaqı deyir ki, mən sənə vizası geliş-gəliş imkanları yaradacağım Ermənistan vətəndaşına. Yaxud da bayaq Elçin mənim qeyd etdi, müəyyən tarix güzəştləri həyata keçirəcək. Yəni, bugün o məsələdə ki, mən bunu səndən alacağım, sən bunu etməsən, bu keçmir. İndi Ermənistan nəyi seçəcək? Qazsız Ermənistanı, yoxsa vizasız Avropanı? Buna reklam fasiləsindən sonra ayrılmaq gətirir, reklam fasiləsinə ayrılmalıyıq. Bəli, biz davam edirik. Azay müəllim. Siz sual verdiniz ki, Çarukyanın siyasi perspektivi və ümumiyyətlə Ermənistanda seçki sistemi və səslərin necə bölünmə ehtimalı var. Deməli, birinci başlayaq ki, hal-hazırda Ermənistan qanunvericiliyinə əsasən siyasi partiyalar üçün keçid barajı 4%-dir. 2 və 3 partiya bloku üçün səhv etmirəmsə 8%, 3-dən yuxarı 10%-dir. Bu kifayət qədər böyük bir rəqəmdir. Nəzərə alsaq ki, Ermənistan 101, parlamentin 101 yeri var və əldə olunan deməli, çoxluq əgər qazanmaq məsələsi varsa, ən azı 50 plus 1 qazanmalıdır. Əgər 50-dən yuxarı qazanırsa səsi, 52-yə çatmırsa, baxın, çox maraqlı orada bir məqam var. 52% avtomatik olaraq 50%-dən yuxarı bal toplamış, daha doğrusu səs toplamış partiyaya mandat verilir. Əgər orada bir məsələ də var ki, mütləq 3 siyasi partiya parlamentdə olmalıdır. Əgər heç bir
partiya həmin o barajı keçməsə, daha doğrusu həmin o çoxluğu toplamazsa, onda Mərkəzi Seçki Komissiyası son ikinci ən çox səs toplayan iki partiya arasında ikinci turu keçirdir. Təsəvvür edilsə, indi bugün biz baxsaq rəy sorğularına, müxtəlif və sonuncu rəy sorğularına görə Paşinyanın rəhbərlik etdiyi Mülki Müqavilə Partiyası çox yüksək fərqlə irəlidədir. 37-67 müxtəlif sorğulara əsasən. Sonuncu ondan ibarətdir ki, 65% səs verməyə gəlir. Yer gəlmişə 2.487.000 nə qədər, 530 təxminən seçici siyasi var. Yer gəlmişə bugün artıq ATƏT-in seçki missiyası artıq İrəvana getdi və onlar artıq prosesə başladı. Yer gəlmişə, bu da bir maraqlı məqamı deyim ki, bu proses, bu seçkidə o qədər geosiyasi xarakter alıb ki, hətta Ermənistanda baş verən çox çobud qanun pozuntuları, rəqiblər, indi bu rəqibləri mən mahiyyətini qoyuram bir tərəfə. Bu kilsə olsun, yaxud da deyək ki, yolda Paşinyana mübahisə edən o Ostepyanı götürdə 2 aylıq həbs cəzasına məhkum etdilər. Yaxud da gedib o, deyək ki, hakim partiyanın o yapışdırdığı o sloqanları cırdığına görə bir nəfəri belə deyək də psixotrop maddə ilə güya ki, bu ittiham etdilər və onun psixi durumunu belə deyək də adekvat olmadığını nəzərə alaraq onu həbs etdilər və o da özünü aslı intihar etdi. Bu qədər deməyim odur ki, qanun pozuntuları baş verməsindən baxmayaraq bugün Avropa institutları buna göz yumurlar. Bu bir daha seçkilərin nə qədər geosiyasi xarakter aldığını və Avropanın da bunu və həmin o məşhur olan bu prosesə məsuliyyət daşıyan seçki missiyasını həyata keçirən qurumların da bunu nəzərə aldığını biz deyə bilərik. İndi qaydaq həmin deməli hazırki vəziyyətə. Hazırki vəziyyət odur ki, qeyd etdiyim kimi partiya, yəni hakim partiya çox böyük səslə qazanması, seçkiləri deməli qazanması gözlənilir. İkinci sırada olan Samvel Karapetyanın səhv etmirəmsə reytinqi 6%, amma səs deməli toplanma faizi əgər ki mənim xatırlayırsa, bəlkə mən o rəqəmlərdə qeyd olsun, 12%-dən yuxarı deyil. 10-12%. Üçüncü yerdə Kaçaryanındır, o da təxminən 6-7% civarında və Sarıkyanı isə maraqlı burada məqam bundan ibarətdir. Sonuncu baxmışdım 2%. Bəli, 2-3 arasıdır. O biriləri də artıq onda 2%-dən aşağıdır. Faktiki olaraq indiki vəziyyətdə onlar barajı keçmirlər. Sarıkyan barajı keçmir. Ancaq burada keçən seçkilərdə olduğu kimi ümumi bəzi belə ekspertlərin rəyi var ki, çox böyük ehtimalla hər hansı bir deməli vəziyyət yaranarsa Sarıkyanla deməli əgər deməli hakim partiya Paşinyanın yeterli səsi olmasa, hansı bu ehtimal çox aşağıdır və Sarıkyan da bu bariyeri keçərsə, birgə koalisiya yaratmaq ehtimalı Sarıkyana ola bilər. Yəni Sarıkyanın bu və digər formada separat danışıqlarda olduğu haqqında müəyyən fikirlər var. Həm də nəzərə alsaq ki, bilirsiniz, Sarıkyan həm də biznesmendir, 12% qədər orada belə deyək də biznes strukturları var, o bilsin, bu da onun üçün maraqlıdır və o istənməz ki, Samvel Karapetyanın yaşadığını yaşasın. Çünki elə bu yaxınlarda Samvel Karapetyanın birisi Ermənistan elektrik şəbəkələri əlindən alındı. Onun baxmayaraq ki, qardaşı oğlu Narek bugün partiya deməli seçki blokunun rəhbəridir, ondan bağlı cinayət işi qaldırıldı və yeri gəlmişim, mən onu da sizə deyim ki, seçkilərdən sonra, yəni bu beynəlxalq ekspertlərin də rəyi ondan ibarətdir ki, hakimiyyət tamamilə təməkküzləşəcək. Yəni Paşinyan bugün Avropa tərəfindən verilən bu kart blanş imkan verəcək ki, indi də biz də hakimiyyətin 3 qoluna faktiki nəzarət edir Paşinyan. Bunu biz açıq demək lazım. Onların demokratiya haqqında verdikləri pafoşlar hamısı yəni reallıqda özünü doğrultmur. Və bu prosesin bu formada davam etməsi imkan verəcək ki, bir tərəfdən o keşişlərlə bağlı olan son proses başa çatdıracaq, digər tərəfdən oponentlərlə bağlı açdığı cinayət işlərinin sonuna çatdırılması və s. Bütövlükdə az ehtimal olunan senaryoda Sarıkyanın gələcəkdə koalisiya yaratması məsələsi gündəmə gələ bilər. Amma böyük ehtimalla mən də şəxsən o fikirdəyəm ki, Paşinyan yəni tək başına hakimiyyəti qura biləcək, daha az hökuməti qura biləcək və tam səs çoxluğundan qalib gələ biləcək. Türkiyə prezidenti ilə telefon bağlantısı yaradıb Nikol Paşinyan. Bu məsələləri necə şərh edərdiniz? Avropa bazarlarına çıxış əldə etmək üçündürmü bu Türkiyə ilə qurulan əlaqələr? Ərdoğanla hansı məsələlər sizcə müzakirə olunub Azərbaycanın telefon bağlantısında? Bu seçki qabağı bu cür telefon bağlantılarının ən çox
səbəbi və məqsədi prosesdə çox tərəfli və çox vektorluğu təmin etməkdir və bu bir növ siyasi mesajdır ki, baxın biz təkcə Rusiyadan asılı deyilik, bizim yeganə tərəfdaşımız Rusiya deyil. Burada Türkiyədə Avropa üçün, yəni Avropa Ermənistanın Avropaya qapısı rolunda çıxış edə biləcək Türkiyədə var. Bu birinci mesaj. İkinci, normallaşma prosesi bugün zaten Paşinyanın gündəmindədir. İndi Azərbaycanla bağlı biz danışdıq və bu çox əsas seçki kampaniyasının önəmli bir hissəsini təşkil edir. O cümlədən Türkiyə ilə normallaşma prosesi. İndi siz deyirsiniz, burada konkret olaraq malların yaxud da ticarət dövriyyəsinin artırılmasından bağlı, diversifikasiyasından bağlı məsələlər müzakirə olunur. Əlbəttə ola bilər, niyə də olmasın. Zaten deməli, Rusiyanın tətbiq elədiyi sanksiyalar təsir göstərir də əslində. Yox, embargolar təsirsiz deyil. Baxın, ona görə də başqa bazarlar burada bir aşağılayıcı davranış da var. Burada biz bir şeyi anlamalıyıq. İstənilən bir geosiyasi dəyişikliklər ağrılı, acılı keçir. Yəni, hamı başa düşür ki, Ermənistan bizim Türk qardaşlarımız dediyi kimi bir bədəl ödəməlidir. Rusiya 200 il forpostundan çıxması üçün, vasallığından çıxması üçün bir bədəl ödəməlidir. Bu bədəl nə ola bilər? Bəli, təbii qaz qiymətlərinin artımı, bəli, orada olan qidaların artımı, inflyasiya aprel ayı üçün üzr istəyirəm 0,8% idisə, artıq may ayı üçün 4,2%-ə qədər yüksəlir. Bilirsiniz, sən əgər suverenini qorumaq istəyirsənsə, müstəqil olmaq istəyirsənsə, nələrə qurban verməlisən? Bəyəm Azərbaycan elə belə müstəqil oldu. 94-cü ildə Azərbaycan əsr müqaviləsi imzalayanda bizə qarşı hansı terror hadisələri törətmədilər? Nə qədər dövlət çevrilişdi? Hətta bizim ümumi lider fiziki cəhətdən aradan götürmək istədilər. Bizim oktyabr ayında 94-cü ildə dövlət çevrilişi cəhdi, bizim dövlət adamlarımızın terrora məruz qalması, 95 mart ayında eyni hadisənin təkrar olması, Azərbaycan məhz o dövrdə bu bədəli ödəyərək, bu necə deyərlər, bu prosesdə qətiyyət nümayiş elətdirərək keçdi. İndi 30 il gecikibdir Ermənistan, 32-33 il. Ermənistan bəli, qoy bunu ödəməlidir. Bəli, 170 dollara yox, 650 dollara təbii qazı almalıdır. Bəli, bazarda gedib... Var mı ona imkanı, almaq imkanı var mı? İndi buna gedəcək. Bilirsiniz necədir? Yenə deyirəm, mən bayaq o fikirlər elə belə toxunmadım ki, bu Rusiyanın boyunduruğundan bu qaz, yaxud da elektrik enerjisi ilə bağlı digər sahələrlə hansı ki, bu bazarı mən məhdudlaşdıracağım, tətbiq edəcəm, bunlar buna getməlidir. Yəni, zaten Paşinyan bunu bilir və bildiyinə görə də seçki platformasını bu istiqamətdə qoyur. Amma baxın, bu proses birdən-birə getməyəcək. Çörəyin qiyməti qalxanda, ətin qiyməti qalxanda, Ermənistan cəmiyyəti... Alternativlər var. Onların öz qərarıdır. Paşinyanın B planı var. Qazaxıstandan gələn un məhsulları, taxıl məhsulları Azərbaycan üzərindən keçməklə Ermənistana çatdırılması qənaətimə görə diversifikasiyanın bir hissəsidir. Yox, ondan əlavə, məsələ təkcə o deyil. Biz biraz məsələlərə qiymət qalxdı, çörək bahalaşdı. Bu keçici bir şeydir. Biz məişət zəmində məsələ qiymət verə bilmər. Amma cəmiyyət elə qiymət verir. Azay mənim. Baxın, geosiyasi proseslər qərar qəbul etmə zamanı çox ağırlı, acılı olur. Bunlar yaşamalıdır, getməlidir. Paşinyan 4-5 ildə insanlar buna hazırlayır. Baxın, əgər bir Qarabağ kimi, məhsul kimi bir xəstəlikdən bunları müalicə etməyə cəhd edirsə, ən böyük mənəvi 200 ildir bundan Qarabağ almaq istəyirlər bizdə. Allah bilmədilər, çox ağır bir məğlubiyyətə uğradılar. Bunları həzm etmək zorunda qaldılarsa və nəhayət 2021-ci il seçkilərində məğlub Paşinyana səs verdilərsə, mən əminəm ki, məhz dediyiniz o kartofelin qiymətinin artması, nə bilim, bayaq dediyi kimi, tərəvəzlərin qiymətinin artması və hər hansı bir enerji daşıyıcıların qiymətinin artması dözmək zorundadır. Ona görə də bu məsələlər necə gedəcək? Mərhələ, bəli, birdən-birə hər şeyi kəsmək mümkün deyil. Evrasiya, Avrasiya ittifaqından çıxmaq təbii ki, Ermənistan səhv etmir. Və Ermənistan da Azay mənim çıxmaq istəmir Avrasiya İqtisadi Birliyindən. Əslində söhbətimiz çox maraqlı gedir və mən istəyərdim ki, bir qədər daha da uzun danışaq bu məsələlər ətrafında. Efir vaxtımızı yekunlaşdırır. Buyurun. Mən yekunlaşdırıb o fikrimi sonra deyərsiniz, çünki yarımçı qaldı. Deyin, fikrinizi deyin. Bu məsələlərdə bizim bütövlükdə gözləntimiz, ümumiyyətlə Qərbin gözləntisi ondan ibarətdir ki, istənilən prosesdə Ermənistana dəstək veriləcəkdir. Bu barədə heç kimin şübhəsi olmaz.